Əs-Səcdə, Səcdə surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Əlif, Ləm, Mim. Şübhə yoxdur ki, bu kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir. Yoxsa onlar, Muhammed bunu özündən uydurmuşdur deyirlər. Xeyr, o Rəbbindən nazil olan bir haqdır ki, səndən öncə xəbərdar edən Peyğəmbər gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də onlar doğru yola yönələlər. Göyləri, yeri və onların arasındakiləri 6 gündə yaradan, sonra da ərşə ucalan Allahdır. Sizin ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məyər düşünərək ibrət götürməyəcəksiniz? O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız illərdən 1000 ilə bərabər olan bir gündə ona doğru yüksəlir. Qeybi və aşkarı bilən, qüdrətli və rəhimli olan odur. Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəkilə salmış və ona öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz. Onlar deyirlər, biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq? Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər. De ki, sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız. Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək, ey Rəbbimiz, biz gördük və eşitdik, bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də biz qətiyyətlə inandıq deyəndə görəydin. Əgər biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin mənim cəhənnəmi mütləq bütün günahkar cin və insanlarla dolduracağam sözüm yerinə yetəcək. Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın əzabı. Doğrusu, biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı. Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən, təkəbbür göstərmədən səcdiyə qapanır, Rəbbinə həmd səna ilə təriflər deyirlər. Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinç gətirəcək nələr saxlandığını heç kəs bilmir. Məyər möminlə fasiq eynidirmi? Onlar eyni ola bilməzlər. İman gətirib əməli salih olanları etdikləri əməllərə görə məva bağlarında əbədi ziyafət gözləyir. Fasiqlərə gəldikdə isə onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara
yalan saydığınız odun əzabını dadın deyiləcəkdir. Ən böyük əzabdan əvvəl biz onlara mütləq kiçik əzabdan daddıracağıq ki, bəlkə doğru yola qayıtsınlar. Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, biz günahkarlardan intiqam alacağıq. Biz Musaya kitab vermişdik. Sən onunla görüşəcəyinə şübhə etmə. Biz onu İsrail oğullarına doğru yol göstərən rəhbər etmişdik. Səbr etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik. Həqiqətən sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcəkdir. Yurdlarında gəzib dolaşdıqları əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən bunda ibrətlər vardır. Məyər onlar qulaq asmırlar? Məyər onlar quru yerə su axıdıb, onunla həm heyvanlarının, həm də özlərinin yedikləri nemətlər yetişdirdiyimizi görmürlər? Hələ də bunu görmürlər? Onlar, əgər doğru danışanlardansınızsa, deyin görək bu hökm nə vaxt olacaqdır deyirlər. De ki, hökm günü kafirlərə imanları fayda verməyəcək və onlara möhlət də verilməyəcəkdir. Artıq onlardan üç çevir və gözlə. Doğrusu, onlar da gözləyirlər.